Pul yüksək bir enerjidir əzizlərim. Bəzi insanlar var ki, pulu əl çirki bilirlər, deyirlər pul üçün işləməyə dəyməz, pul olmasa da canımız sağ olsun. Yəni əgər pul əl çirkidirsə, axşamdan sabaha qədər, sabahdan axşama qədər nəyə görə bu pul üçün biz qazanırıq, çalışırıq, vuruşuruq? Çünki pul bizim həyatımızda hər bir şeyi həll edəndir. Hər bir kəs pulu yüksək dərəcədə enerji bilsə, pul ona axın gələcəkdir. Çünki pulu istədikcə, onu xərclədikcə, pulu yüksək enerji bildikcə, pul sənə daha çox axın eləyir. Yəni pul enerjisidir bu. Hər biriniz bilməlisiniz. Bəzi insanlar var ki, deyirlər ki, pulu saxlamışam qara günüm üçün. Onu etdikcə pul daha da pis şeylərə xərclənir. Çünki sən pulu dəyərsiz bilirsən. Bunun üçün də sən pulu daha yüksək bilməlisən və pulun enerjisi sənə başlayır axmağa. Bəzi insanlar bilməlidirlər ki, hər sabah insanlara pulun enerjisi və yaxud da bütün sağlamlıq enerjisi, xoşbəxtlik, sevgi enerjisi gəlir. Əgər sizlər başlayırsınız səhər-səhər dedikodu etməyə, kiminsə haqqında danışmağa, həmən enerjilər dayanır və sizdə bir yara halında alınır. Çünki dedikodular eləyirsiniz axı. Onun üçün də pul enerjisi və yaxud da sizə gələn yüksək enerjilər dayanır. Biz bilməliyik ki, bu enerjilər kainatdan gəlir bizə. Kainatdan gəlir və siz deməlisiniz, mənim bərəkət yollarım gitsin, ruzimin bərəkət yolları gitsin, kainata təmizlənsin, gəlsin mənə. Və bütün bizlərə verilən xoşbəxtliklər, ruzinin bərəkət yolları, enerjilər, bütün enerjilər də hamısı kainatdan gəlir. Çünki Allah bütün dünyanı yaradan və kainatı bizlər üçün mövqe yaradıbdır. Bizlərə gələn mövqe. Ona görə də əzizlərim, pulu yüksək enerji ilə bilin. Yüksək enerji ilə bildiyiniz halda pul sizə daha çox axın eləyəcək. Və hər gün deyin, pul yüksək enerjidir və mən pulu çox sevirəm. Çünki pul bizim həyatımızda ən gözəl bir şansdır. Bizim həyatımızı, yəni xoşbəxtliyimizi və sevgimizin yüksəkliyini pul həll eləyir. Pul hər bir şeydir. Pul yüksək enerjidir.